Salam həmkarlar, hər vaxtınız xeyir olsun. Müsahibə hazırlıq mərhələsində ilk dərsimiz özünü təqdim etmə dərsimizə başlayırıq. İlk öncə onu bildirim ki, sertifikasiya müsahibə mərhələsinə başlamamışdan öncə müsahibə mərhələsinin necə təşkil olunması haqqında baxaq. Ümumi onu qeyd edək ki, nizamnamaya əsasən sertifikasiya müsahibə mərhələsi 20 dəqiqədən artıq davam edə bilməz. 4 ballıq şkala üzrə meyarlar var. Bu meyarların hamısına bir-bir baxacağıq. Ümumi bal 40 baldır, amma 50% nəticə göstərən, yəni minimum 20 balı əldə edən müəllim müsahibə mərhələsindən uğur qazanmış hesab olunur. Meyarlar əsasən bunlardır. Proqram üzrə mövzunu təqdim etmə bacarığı, yəni müsahibə mərhələsinin əvvəl elan olunacaq o mövzular ki var, ixtisasımıza uyğun, o mövzular üzrə icmal hazırlayacağıq və həmin mövzunu təqdim etmə bacarığımız yoxlanacaq. Ünsiyyət bacarığıdır, qiymətləndirmə bacarığıdır, özünü təqdim etmə bacarığı və pedaqoji prosesi təşkil etmə bacarığı. Bu meyarlar üzrə bizə ballar verilir orada. Ən yuxarı bal mövzu təqdim etmə meyarı üzrə verilir. Meyar üzrə 4 baldır, amma 3 əmsalla hesabla, yəni 3-ə vurulur. Bu da eləyir 12 bal. Yəni biz maksimum balı mövzunu təqdim etmə meyarı üzrə əldə edə bilərik. Digər 3 meyar, yəni təhsil alanların qiymətləndirilməsi, özünü təqdim etmə, pedaqoji prosesi təşkil etmə meyarları üzrə hər biri üzrə 4 baldır, hər biri də 2 əmsaldan, yəni maksimum 8 baldan ibarətdir. Ən aşağı əmsal isə ünsiyyət bacarığındadır. Bu da meyar balı 4-dür, əmsalı isə 1-dir. Yəni maksimum 4 balla hesablanır. Bizim sertifikasiyada uğur qazanmamız əsasən baxın bu 3 başlıqdan ibarətdir. Bizim peşəkar imicimiz, yəni xarici görünüşümüz, danışığımız filan, bunların hamısı bir imicdir. Psixoloji vəziyyətimiz, psixoloji dözümlüyümüz, istər stresi olsun, istər müsahibə komissiyasının təxribatlarına qarşı. Üçüncüsü rəsmi ünsiyyətdir. Ünsiyyətimizdə biz nə dərəcədə ədəbi qaydalara əməl edirikmi, yoxsa şivələrdən istifadə edirik, yoxsa müəyyən yerli sözlərdən istifadə edirik və ya rus mənşəli sözlərdən istifadə edirik və bunların hamısını diqqət etmək lazımdır. Bunların hamısını biz ümumi problem kimi həll etsək, bunların üçünü də və biz artıq müsahibədən uğur qazanmağımız təbii ki, labüddür. İlk öncə biz müsahibəyə getdiyimiz zaman, xüsusən xanım müəllimlərdə bu cür problem yaşana bilər. Aksesuarlardan istifadə, yəni istər çanta olsun və ya istər müəyyən zərgərlik məmulatlar olsun, bunlardan maksimum qaçınmaq lazımdır. Daha sadə və göz yormayan tipli detallardan istifadə etmək lazımdır burada. Aşırı makyaj filan bu kimi şeylərdən istifadə etmək lazım deyil. Yəni bir şey yadda saxlayaq ki, bizə orada xarici görünüş yox, əsasən bizim səsləndirəcəyimiz fikirlər, ortaya qoyacağımız tezislər bizim üçün əsas şərtdir. Bir həssas məsələlərdən biri hicabdır. Hicab, məsələn, cəmiyyət arasında belə bir algı formalaşıb ki, artıq hicablı müəllimlərin böyük əksəriyyətini kəsirlər. Xeyr, bu belə deyil. Məsələn, təbii ki, ekranda da gördüyünüz kimi soldakı tipli bir hicab olsa, bu artıq hicab deyil, bildiyimiz kimi niqabdır artıq. Belə bir geyim olsa, təbii ki, %100 kəsəcəklər. Yəni, burada görmə tamamilə məhdudlaşdırılıb burada. Amma sağdakı tipli şəkildə olsa, yəni bu artıq normal hesab olunur və sırf buna görə müəllimin müsahibə mərhələsindən kəsilməsi tamamilə yanlış bir şeydir, kəsilə bilməz. Amma belə kiçik bir incəyə məqama toxunaq burada. Biz istifadə edəcəyimiz sözlərdə orada dini belə deyim, deyimlərdən qaçınmalıyıq. İnşallah, maşallah, Allah qul qoysa və s. və axır. Bu kimi ifadələrdən qaçınmalıyıq. Niyə? Çünki biz hər sözümüzün, hər cümləmizin başında, əvvəlində bu sözlərdən istifadə etsək, komissiyada belə bir algı formalaşacaq ki, artıq bu müəllim şagirdlərdə yavaş-yavaş dini baxışlar da aşılayır. Niyə bu belə? Çünki din, təhsil, din, dövlət tamamilə bir-birindən ayrıdır. Ona görə bu həssas, incə ayrılığı biz burada gözləməliyik mütləq. Çalışmalıyıq ki, sırf yalnız pedaqoji cümlələrdən və terminlərdən istifadə edək. Özünü təqdim etməyə başlayan vaxtı biz indi təbii ki, özünü təqdim etmənin ardıcıllığını tam detallı da baxacağıq biz. Özünü təqdim etməyə başlayanda
Kənar məlumatlar heç kimə lazım deyil. Bizə yalnız komissiya üzvünü maraqlandıran əsas nədir? Biz kimi, bizim pedaqoji yolumuz hardan gəlir? Bizim pedaqoji nailiyyətimiz nədən ibarətdir? Bu maraqlandırır yalnız. Yoxsa mən müəllim işləməmişdən əvvəl filan mağazada işləmişəm, kasser işləmişəm, nə bilim nə işləmişəm, bu heç kimə maraqlı deyil. Yalnız və yalnız pedaqoji hissələri, pedaqoji nailiyyətləri biz burada qabartmalıyıq. Məsələn, təxribat tipli suallarla da rastlaşa bilərik. İndi bunun növbəti dərslərdə daha geniş şəkildə baxacağıq. Dediyim kimi, komissiya orada təxribat xarakterli suallar qoya bilər ortaya. Bu suallardan biri məsələn budur ki, repeaterlıq məsələsi ilə bağlıdır ki, yəni sırf siz repeaterlıq etmək üçün pul qazanmaq üçün bu peşəni seçmisiniz? Cavab təbii ki, hər kəsə bəllidir, amma burada müəyyən bir qaydaya əməl etməliyik burada. Desəniz ki, bəli, əsas məqsədin pul qazanmaqdır, bu biraz qeyri-peşəkar təəssürat yaradır burada, amma klişe bir cavabdan təbii ki, istifadə edəcəyik orada. Məqsədimiz cəmiyyətə savadlı, cəmiyyət üçün yararlı kadrlar yetişdirməkdir. Bu formada, yəni təmkinimizi orada mütləq qorumaq lazımdır. Gülünc suallarla rastlaşa bilərsiniz orada. Mütləq və mütləq təmkindir. Fikir verin, bax, buradakı şkalaya. Qırmızı artan xətlə gördüyünüz komissiyanın təxribatıdır. O istənilən qədər artsın. Təxribat deyəndə, yəni bu biraz kobud anlaşılır. Yəni bunun sadəcə adı budur da. Yəni sizi müəyyən müddət çaşdırma məqsədi daşıyan suallardan söhbət gedir. Nə cür tipli suallar olur olsun, suala görə adekvat davranmayın heç vaxt. Hər cür suala, bax, altda gördüm, müəllimin reaksiyası yaşıl düz xətdir. Hər cür suala o cür reaksiyadır. Eyni təmkini göstərməlisiniz siz. Sual çox gülünc gələ bilər. Siz elə sual veriləndən sonra yüngülvari bir dodaq qaçırtmaq filan, xeyr. Bu qeyri-peşəkarlıqdır. Nə cür sual olur olsun, biz təmkinimizi qoruyub saxlamalıyıq və bir də önəmli xüsusiyyətlərdən biri, hər sualda 5-10 saniyə bizim fikirləşməyimiz peşəkarlıqdır. Bir sual gəlir və biz özümüzü həmişə elə hesab edirik ki, sual gələn ki, biz fikirləşib cavab versək, bu bizə ziyandır. Xeyr, heç bir ziyan deyil. Əksinə, bizə bir sual ünvanlanır və həmin suala cavab verməmişdən öncə komissiya üzvlərinə biz deyirik ki, zəhmət olmasa mənə bu məsələ ilə bağlı bu fikrimi toparlamadan ötürü 5-10 saniyə vaxt verəsiniz. Bu əsl peşəkarlıqdır artıq və buna görə sizə heç kim mənfi bal verə və ya balınızı kəsə bilməz. İkinci yayılmış məsələlərdən biri, geniş yayılmış o əfsanələrdən biri analıq məzuniyyətinə görə olan belə deyim məsələdir ki, burada belə bir amil var ki, sertifikasiyada analıq məzuniyyətinə çıxacaq olanları kəsirlər. İndi bu nə dərəcədə doğrudur, nə dərəcədə realdır, təbii ki, onu söyləmək biraz çətin məsələdir. Amma burada belə bir davranış sərgiləməliyik biz. Bütün hallarda. Əgər müəllim bir aya, 2 aya, nə bilim, hansısa bir qısa müddətə analıq məzuniyyətinə çıxacaqsa, komissiyanı inandırmalıdır. İnandırmalıdır ki, mən peşəmdən çox da uzun müddət qala bilmirəm. Peşəmdən uzun müddət ayrı qalmayacağam mən. Və onu qətiyyətlə bir neçə dəfə vurğulamalıdır. Qətiyyətlə. Ki, komissiya inansın ki, bu adamın məqsədi uzun müddətli məzuniyyət deyil. Ümumi halda biz məcmu halında baxsaq indi, müsahibəyə gedən zaman 4 element bizi qurtarır. Nədir o? Geyimdir. Necə olmalıdır geyim? Sadə, minimal, rəsmi olsun. Çox, yəni rəsmiyyətdə də aşırı olmasın, bayaqlıqda da aşırı olmasın. Orta bir şey bizə kifayətdir. İkinci, dil, leksikon. Pedaqoji və dünyəvi dillərdən istifadə etməliyik. Məişətdən, dini terminlərdən, küçə sözləri, jargonlar, məhəlli dillər, yerli ləhcələr, bunlar olmamalıdır. 3. Motivasiya. Motivasiya nədir burada? Suallarda sizə hansı maddədə sual verilsin. Orada maddi maraq varsa, oradan qaçmaq lazımdır. Yəni, verilən sualların cavabları heç bir maddi maraq ola bilməz. Nə olmalıdır bəs? Təhsilə sevgi, cəmiyyətə xidmət. Ümumi şəkildə desə, açar sözü budur. Emosiyalarda isə
Biz zala daxil olduğumuz, otağa daxil olduğumuz zaman mütləq əlimiz masanın üstündə olmalıdır və göz təması şərtdir burada. Təkcə bizə sual verən komissiya üzvü ilə yox, bizə sual ünvanlanan zaman biz suala cavab verdiyimiz müddətdə komissiyanın digər üzvləri ilə də göz təması qurmalıyıq və bu davamlı olmalıdır. Heç bir halda yerə, göyə, masaya, sağa sola baxıb da cavablandırmaq bu qeyri-peşəkarlıqdır. Əlimizdə, iki əlimizdə mütləq masanın üstündə olmalıdır və suala cavab verdiyimiz vaxtı jestlərdən istifadə etməliyik. Yəni əl-qol hərəkətlərindən istifadə etməliyik. Ümumi isə baxdığımız zaman özünü təqdim etmə başlayır hardan? Biz birinci özümüz haqqında, təməl kimliyimiz haqqında məlumat veririk. Yəni biz kimi, adımız, soyadımız, ata adı, harda doğulmuşuq, nə vaxt doğulmuşuq. Bu haqda qısa məlumat veririk, ondan sonra keçirik biz təhsil yoluna. Tam orta təhsilimizi harda biz bitirmişik, nə vaxt daxil olmağa ehtiyac yoxdur. Sırf biz tam orta təhsilimiz, yəni 11-ci sinifi biz harda bitirmişik, onu qeyd edirik. Ondan sonra keçirik artıq ali təhsil və onun digər mərhələlərdə. Bakalavr təhsilimiz birdən çox ola bilər, hamısını qeyd edəcəyik. Magistr təhsilimiz ola bilər, doktorantura təhsilimiz ola bilər. Hamısını qeyd etməliyik burada, hamısında vaxtla. Bunların hamısını ümumi qeyd etdikdən sonra keçirik artıq biz pedaqoji fəaliyyətə. Pedaqoji fəaliyyətə nə vaxt başlamışıq? Orada ali təhsildən sonra hərbi xidmət filan bu kimi şeylər heç kimə maraqlı deyil. Heç kimə. Yalnız pedaqoji hissələr, pedaqoji fəaliyyətlə bağlı olan hissələr saxlanılmalıdır. Təhsillə bağlı olan hissələr saxlanılmalıdır. Pedaqoji fəaliyyətə başlamamışdan əvvəlki sizin digər paralel fəaliyyətləriniz varsa, qeyri-pedaqoji fəaliyyətlər varsa, onlara toxunulmamalıdır. Yalnız pedaqoji fəaliyyət. Harda neçənci ildən başlamışsınız pedaqoji fəaliyyətə, hansı yolla? Məsələn, ola bilər ki, siz 2007-ci ildə başlamışsınız, həmin vaxtda MİQ imtahanı yoxdur. Və qeyd edirsiniz ki, mən 2007-ci ildə filan məktəbdə belə deyim, ənənəvi üsulla qəbul olmuşam ora. MİQ yoxdursa ənənəvi üsul sözündən istifadə edirsiniz. 2010-dan bəri MİQ var, 2010-2011-dən bəri MİQ artıq var. Artıq ondan bəri MİQ imtahanı və nəticənizi də qeyd etməlisiniz orada, balı da qeyd etməlisiniz orada. Yer dəyişmələriniz ola bilər ortalıqda, həmin yer dəyişmələrdən də nə vaxt yer dəyişmişsiniz, hara yer dəyişmişsiniz, bunların hamısının ardıcıllığı. Yəni əsas məsələ burada ardıcıllıq mütləq qorunmalıdır, iyerarxiya qorunmalıdır. Nailiyyətlər hissəsində isə 4-cü mərhələdə biz artıq nailiyyətlərimizdən bəhs edirik. İstər yəni pedaqoji uğurlarımızdan, pedaqoji nailiyyətlərimizdən. Bura şagirdlərimizin nəticələri daxildir, bizim o fərdi şəkildə fəaliyyətimiz də bura daxil ola bilər, və rəsmi təltiflər ola bilər. Şagird nəticələri hissəsində ki, şagirdlərimiz yüksək nəticə göstəriblərsə, müəyyən bir olimpiyadalarda uğurlu nəticələr varsa, bunları qeyd edirik. Özümüz hər hansı bir nəşrin müəllifi isə və ya həm müəllifi isə bunların hamısını qeyd edirik. Dövlət tərəfindən hər hansı təltifimiz varsa, bunların hamısını qruplaşdırıb ardıcıl şəkildə qeyd edə bilərik biz burada. Sonda isə artıq biz fikrimizi tamamlayan vaxtı özünü təqdim etmənin sonuncu mərhələsində sertifikatlaşdırma imtahanına toxunuruq və qeyd edirik ki, 24 iyun, məsələn, 2026-cı ildə tarix müəllimlərinin sertifikatlaşdırma imtahanında məsələn 32 bal yığmışam. 32 bal deyəndə artıq müsahibə üzvləri, müsahibənin komissiya üzvləri biraz təəccüblənə bilərlər. Siz bu zaman tələsməlisiniz və təşəbbüsü ələ almalısınız və izah etməlisiniz. Bu mənim ilk imtahanımdır. Nəticəni qəbullanıram mən və öz üzərində çalışıram ki, növbəti imtahanlarda daha yüksək nəticə toplayım mən. Bu zaman artıq siz heç kimi günahlandırmırsınız, nəticəni qəbullanırsınız və növbəti mərhələlərdə bu nəticəni artıq daha yüksəltməyi qarşınıza hədəf kimi qoymusunuz siz. Nəticəniz əgər 30-lardadırsa, bunu siz ilk öncə səsləndirin və təşəbbüsü ələ alın. Mütləq və bunu qeyd etmək lazımdır. Harada yanlışa yol verə bilərsiniz? Deyə bilərsiniz ki, sistem dondu, kompüter dondu, nə bilim, sualların üstünə günah ata bilərsiniz, suallar düzgün deyil. Xeyr, qətiyyən, yəni heç kimi günahlandırmağa ehtiyac yoxdur. Həyəcanlandım, bəli, bunu deyə bilərsiniz ki, ilk dəfə idi ki, uzun müddətdən bəri ilk dəfə idi ki, mən imtahanda iştirak edirdim. Həyəcanlandım, səhhətim
pisləşdi. Ona görə də bu nəticəni mən topladım, nəticəmi qəbullamışam və öz üzərində çalışıram ki, növbəti imtahanlarda, növbəti 5 illikdə bu nəticəmi qaldıracağıma özümə söz vermişəm və qarşıma əsas hədəf kimi qoymuşam mən. Bundan da artıq sizə heç kim nəticənizə görə irad tuta bilməz. İndi ümumi şəkildə baxsaqsa biz nəyə yanlış, nələr etsək yanlış olar, ümumi şəkildə onların üstündən keçək bir dənə. Ləhcə ilə danışsaq təbii ki, rus dilindən qalan sözlərdən istifadə etsək, bu qətiyyən qadağandır. Otağa həyəcanlı və təşviş içində daxil olmaq. Bunlar artıq ilk başlarda təşəbbüsün bizdə olmadığını bildirir. Amma nələr etsək təşəbbüs bizdə olar? Heç müsahibə 20 dəqiqə davam etməz, daha qısa müddət davam edər. Biz səlis, aydın və ədəbi dildə diksiyamızı qura bilsək, yalnız ədəbi dildə olan terminlərdən, terminologiyadan istifadə etsək, özümüzü maksimum təmkinli aparsaq burada. Təmkinli və təntimədən, indi bu Loreldə bu sözü istifadə edir, təntimədən tam özgüvənli özümüzü biz müsahibə prosesi zamanında göstərə bilsək, bizim müsahibəmiz 10 dəqiqə belə davam etməyəcək.